Hörmətli şagirdlər və müəllimlər, RFM final mərhələsinin 7-ci sualının izahını vermək istəyirəm. Deyir ki, A, B, C maddələrindən ibarət qarışıq verilibdir və A və C maddələri X həlləcisində həll olur. A və C X-də həll olur. B maddəsi isə X-də həll olunur. Bunların üzərinə kifayət qədər X həlledicisi əlavə edilir və qarışdırılır. Sonra süzülür. Süzüləcəkdə qalan bərk maddə qurularaq çəkilir və onun kütləsinin ilkin qarşıdakı A maddəsinin kütləsinin 2 mislinə bərabər olduğu müəyyən edilir. Deməli, biz bilirik ki, bura X həlledicisi atılanda A və C həll olasıdır, B həll olmayasıdır. Deməli, süzəcək kağızında qalan elə B maddəsidir. Və bunun kütləsi A maddəsinin kütləsinin 2 mislinə bərabər olur. Süzəcəkdən tam keçən məhlulun həcmi, yəni ki, içində A və C maddələri olan və X həlledicisi olan birinci məhlulundan söhbət gedir. Burada A və C maddələri var, plus X həlledicisi. Bu məhluldur. Birinci məhlul. Və bu məhlulun həcmi 250 milli. Sıxlığı isə deyir 1,2 qramdır. Biz burada məhlulun kütləsini tapa bilərik. M bərabərdir ρV düsturuna görə. Buradan 250-ni 1,2-yə vursaq 300 qram məhlulun kütləsini tapmış oluruq. Və bu məhlulda həll olmuş maddələrin ümumi kütləsi məhlulun ümumi kütləsinin 20%-ni təşkil edir. Yəni ki, məhlulumuz bu deməkdir ki, 300 qram 20%-lidir. Burada deməli 60 qram A və C var. 240 qram isə həll edici var. Həll edici. Aha. Tapdım ki, A və C-nin kütləsi 60 qramdır. Və sonra deyir, bu süzəcəkdə qalan maddə, yəni bu B-ni həll eləmək üçün 80 qram Y həll edicinə istifadə olunur. Həll edici. Və ikinci məhlul yaranır. Bu məhlulun da sıxlığı ρ bərabərdir 1,25, həcmi isə 80 millidir. Buradan məhlulun həcmini tapmaq olar. M bərabərdir ρV düsturuna görə. Bu da eləyir 100 qram. Deməli, bildim ki, 100 qramın 80 qramı həll edici, 20 qram isə B maddəsidir, həll olandır. Və salam deyib, birinci məhlulun və həll olan maddələrin kütlələrinin cəmini hesablayın. Birinci məhlulumun kütləsinin 300 qram, həll olan maddələrin kütləsinin isə 60 qram olduğunu tapdım. B variantında deyir ki, ikinci məhlulun kütləsi. İkinci məhlulun kütləsinin 100 qram, bərk maddənin kütləsinin isə 20 qram olduğunu tapdım. Üçüncüdə nə deyir? Başlanğıc bərk qarışıqda C maddəsinin kütləsini hesablayın. Bizə yuxarıda şərtdə demişdi ki, baxın bir dənə. A maddəsinin deyir ki, bu bərk maddə var, həll olmayan B. A-nın 2 mislinə bərabərdir. Deməli, B 20-dirsə, A da avtomatik 10 olur. Ümumi 60-sa C-də 50 olmuş olur. Bizdən nəyi soruşur? C-ni soruşursa, C maddəsinin kütləsinin 50 qram olduğunu tapdıq. A, B, C maddələrin kütlə nisbəti. Deməli, A 10, B 20, C isə C nə qədərdir? 50. Ən kiçik kütlə nisbəti deyirsə, hər tərəfi ona bölərəm 1, 2, 5 kimi ifadə eləyə bilərəm.